محمد صل على محمد آل محمد وعجل فرجه. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع الذنوبنا أبي القاسم مصطفى محمد صلى على محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما الحجة بقية الله في الأراضين ولعن على أعدائهم أجمعين. أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. صدق الله العلي العظيم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين وعلى شيعة الحسين وعلى زوار الحسين. Esselamu Aleyküm cemiyen ve rahmetullahi ve berekatuh. Allah'ın salamı, rəhməti siz əzizlərin üzərinə olsun. Allah'ın salamı Əba Abdullah İmam Hüseyin Aleyhisselamın və onun əshabının, Kərbəlada şəhid olanların, eyni zamanda xalqımız, millətimiz uğrunda canlarından, qanlarından keçən şəhid qardaşlarımızın üzərinə olsun. Artıq 6-cı məclisdir ki, Əba Abdullah İmam Hüseyin Aleyhisselama əza saxlayırıq. Allah Teala bu əzadarlığı hər birimizdən əla dərəcədə qəbul eləsin inşallah. Quran-ı Kərimdə bir dənə ayə var. Allah Teala buyurur ki: "Ya eyyuhellezine amenu ittaqullah və kunu ma'as-sadiqin." Ey iman gətirənlər, təqvalı olun və doğrularla bir yerdə olun. Sadiqlərlə bir yerdə olun. Bəzən deyirlər ki, yaxşı olar ki, bir adam adamın əlindən tutsun, o yolu aparsın. Mən bunu tam məsuliyyətlə deyirəm ki, yaxşı olar yox. Elə lazımdır ki, bir nəfər Allah dostu əlimizdən tutsun və bizi aparsın Allaha sarı, Allaha doğru. İnsanın Allaha doğru getməyə gücü yoxdur. İnsan mütləqdir ki, labüddür ki, qeydsiz və şərtsiz bir güclü adam onun əlindən tutub o yolu aparsın. Bunun başqa yolu yoxdur. İnsan tək başına yolu gedə bilməz. Bu yollardan biri də budur ki, hansısa bir fəzilətli insana insan özünü aparıb bağlamalıdır. Aparıb özünü çatdırmalıdır. Yəni Allaha doğru gedən bir belə insan o məsum şəxsə bağlanmalıdır ki, gedib Allaha çata bilsin. Belə deyək də, həmin o elə bir ki, bir qatardır. O qatarı, vaqonlarını çəkən bir, qabaqda gedən mühərriki olan bir teplovoz deyirlər də, onu çəkir. Məsum şəxs o qatarı, vaqonu çəkən şəxsdir. İnsanların öz gücü yoxdur ki, özləri o yolu gedə bilsinlər. Necə ki, qatarın vaqonlarının öz başına o yolu getməyə heç bir gücü yoxdur, ona bir mühərrikli bir nəsə lazımdır ki, o vaqonları daşsın, çəksin, aparsın özü ilə. Eyni zamanda da bu yolda da məsum bir şəxs lazımdır ki, o insanın əlindən tutub, insanı daşsın, aparsın. Ona qoşulmayandan sonra o yolu qət eləmək olmur. Ona görə Allah Teala buyurur ki, kunu ma'as-sadiqin. Sadiqlərlə bir yerdə olun. Yəni, sən hərəkət eləyirsənsə, ancaq və ancaq böyük adamın, Allahın göndərdiyinin, Allahın vəlisinin əlindən tutmalısan ki, onun surəti kifayətdir ki, səni hədəfə doğru aparıb çatdıra bilsin.
hədəfə doğru səni çatdırsın. Yoxsa sən deyir tək başına bu yolu qət eləyə bilməzsən. Ona görə təvəssül bəyənilən bir əməl deyil. Təvəssül kimin vasitəsiylənsə birinə bağlanıb getmək bu yolun zərurətlərindəndir. Bu yolun zərurətlərindəndir. Bəziləri deyirlər ki, təvəssül yaxşı bir şeydir. Təvəssül elə bir şeydir ki, bəyənilən bir işdir. Yox, təvəssül bu işin lazım olan yollarından biridir. Bunsuz mümkün deyil. Adamı namaz təkcə Allaha çatdıra bilməz tək başına. Oruc adamı Allaha çatdıra bilmir tək başına. Namaz, oruc, ibadətlər bir şərtlə Allaha çatdırır ki, qoşulasan sürətlə gedənə qoşulsun, onlar aparıb səni çatdıra biləcək. Elə bil ki, namaz, oruc, ibadət həmin o mühərrikin yanacağı qismindədir. Onlar yanacaqdır, amma əsas mühərrik o Allahın seçdiyi fəzilətli şəxsdir. O namaz, oruc yanacaq misalındadır, onlar olmalıdır. Eyni zamanda onların yanında da həmin o məsum şəxs olmalıdır. Ki o məsum şəxs sənin əlindən tutsun, Allahın vəlisi, Allahın seçdiyi şəxs sənin əlindən tutsun, səni aparsın hədəfə doğru. Və budur. Və bunların içində, bu Allah dostlarının, məsumların içərisində İmam Hüseyin əleyhissalamın yolu daha sürətlidir. Əgər gedib deyir, çatmaq istəyirsinizsə Allaha, gedib o hədəfə çatmaq istəyirsinizsə, ən sürətli olanı İmam Hüseyin əleyhissalamdır. Övliyaların hamısı bunu deyib. Deyiblər ki, bunun vasitəsilə gəlin bizə tərəf. Hamısı deyib, Allah dostları deyib ki, bunun vasitəsilə gəlin bizə tərəf. O biyaqları ziyarətnamədə oxuduq. Dedi ki, ya Əba Əbdillah, inni ətəqərrəbu iləllah. Ya Əba Əbdillah, sənin vasitənlə biz yaxınlaşırıq Allaha. Və ilə Rəsuli, Peyğəmbərə və ilə əmiril müminin, Həzrəti Əliyyə və ilə Fatimə, Həzrəti Fatimiyə və iləl Həsəni və iləykə bimuvalatik. İmam Həsənə və sənin özüvə. Ya Əba Abdillah, sənin vasitənlə yaxınlaşırıq. Belə deyir İmam Hüseynə. Yəni bu bir mexanizmdir ki, mütləq bu qapıdan getməlisən. Bu qapıdan getməlisən, mütləq. Burada bir sual qalır ki, birdən bu hadisələr baş verməyəydi. Yaxşı, Kərbəla hadisəsi olmayaydı, bu hadisələr cəryan eləməyəydi. Onda biz necə eləyəcəkdik, hansı sürətlə aparıb bizi çatdıracaqdı? Bir bu hadisələr baş verməyəcəksə 2 dənə yol var. Ya bu hadisələr baş verməli idi ki, baş verdi. Biz onun ətəyindən tutub Allaha doğru gedirik. Ya da ki, Allah dostunun, Allah vəlisinin hakimiyyəti olmalıydı. İkisindən biri olmalıydı. Ya bu olmalıydı, ya olmalıydı. İkisindən biri olmasaydı, deməli dünya qalmamalıydı, dağılmalıydı. İkisindən biri olmalıydı. Baş verməsəydi, onda necə? Onun cavabı əsaslıdır. Başqa bir cavabı bundan ibarətdir ki, insanı ya vilayət düzəni Allaha tərəf aparıb çatdırır, ya da ki, vilayət düzəni olmadısa, məsumun başına gələn bu müsibət, Kərbəla. Ya onun vilayət düzəni olmalıydı ki, mümkün olmadı, imkan vermədilər. İmkan vermədilərsə, bu cür. Düzən olsaydı heç. Düzənin gücü var insanı aparsın, harasa çatdırsın. Hər halda fikir verin, tək başına mümkün deyil. Ya düzən aparmalıdır, düzən alınmayanda düzənə alternativ bir hadisə baş verməliydi ki, səni həmin güc olmasa da ona oxşar güclə aparsın, səni Allaha çatdırsın. Ya düzən, ya da ki o düzənə oxşar bir dənə güc olmalıydı. Düzən olmadı, düzənə oxşar bir güc, Kərbəla adlı bir güc insanı aparır, Allaha çatdırır. Biz Kərbəlaya bəyənilən bir əməl kimi baxmayaq. Bunu qənimət bilək ki, budur bizi aparan. Bundan başqa bir şey yoxdur.
Yoxdur başqa. Nə qədər axtarsun, tapa bilməyəcəksən. Bütün yol gedib məqsədə tərəf hərəkət edən insanların hansından soruşsaz ki, istəsəz ki, soruşasınız ki, mümkündürmü İmam Hüseynsiz? Mümkündürmü İmam Hüseynsiz? Cavab mənfidir bir mənalı olaraq. Mümkün deyil. Mümkün deyil. O insanlar ki, gediblər, bir hədəfə çatıblar, irfanda bir hədəfə çatıblar, bir yerə gedib çatıblar, onlara gedib sual versin ki, Hüseynsiz mümkündürmü? Deyəcəklər ki, mümkün deyil. Heç cür mümkün deyil. Sadəcə buna şərən vacib deyilməyib, şəri olaraq vacib deyilməyib, əzadarlığa, sinə vurmağa. Burada şəriyyəti gətirib deyəsən ki, şərən vacibdir ona əza saxlamaq, sinə vurmaq, onda dəyərdən düşər əmən. Niyə? Çünki burada hər şey könüllülük əsasındadır. Könüllüdür. Burada gəlib yığışanlar, bax sizlərin heç birinizi heç kim məcbur eləməyib gələsiniz bura. Əynimizə qara giyinəsiniz. Sinə mərsiyə deyiləndə sinə vurasınız. Ziyahnamə oxuyanda qəlbiniz kövrəsin. Yox. Burada hər şey könüllülük əsasındadır. Könüllülük əsasındadır. Aşura günü heç kimi, heç kəsi heç yerə məcbur aparmır. İnsanlar özləri könüllü olaraq gəlirlər. Durub əgər buna şəri cəhətdən desin ki, vacibdir, onda bu əməl qiymətini itirər. Çünki burada hər şey könüllülük əsasındadır. Amma vacibdən də vacibdir. Bir alim deyirdi ki, Hüseyn əzadarlığı və Hüseyn ziyarəti elə bir müstəhəbdir ki, 100 dənə vacib o müstəhəbbin içindədir. Elə bir müstəhəbdir ki, 100 dənə vacib o müstəhəbbin içindədir. Bu vacibdir, zati olaraq vacibdir. Şəri vacib deyil. Yoxsa ki, buna başqa bir yol yoxdur. İnsanın Allaha doğru getməsində başqa bir yolu yoxdur. Allamə Təbətəbai hər gün Aşura ziyarətnaməsini oxuyardı, yazırlar. Özü də bu sözü deyərdi ki, bilin ki, Aşura ziyarəti seyr və suluk əhli üçün vacibdir. Yəni, yol getmək istəyən insanlar, Allahda itib batmaq istəyən insanlar, Allaha gedib çatmaq istəyən insanlar gərək Aşura ziyarətindən əl götürməsinlər. Ondan sonra Allamə Təbətəbai Həddaddan bu sözü deyir. Həddad bir şəxs idi ki, gedib bir məqama çatmışdı Aşura ziyarəti ilə. Həddaddan bu sözü gətirir. Bu sözü nəql eləyir ki, Həddad deyirdi ki, mənim tövhid məqamını, Allahın məqamını təsəvvür edin, mənim tövhid məqamını dərk eləməyimin qaynağı Aşura ziyarətidir. Mən Allahı Aşura ziyarəti ilə dərk elədim. Onu oxudum, o məndə dəyişiklik yaratdı. Deyirdi, mən tövhid məqamını Aşura ziyarətindən ancaq bundan dərk eləmişəm. Tövhid məqamında yox olmuş bir adam idi Həddad. Qərq olmuş bir adam idi. Başdan başa tövhid idi Həddad. Başdan başa. Yəni Həddad Allahın zatında qərq olmuşdu. O Əli Əkbər ağa üçün deyir, İmam Hüseyn əleyhissalam. Əli Əkbər ağa gəlir, icazə alır getməyə döyüşə. Qadınlar, qızlar, bacıları qoymurlar getməyə. Ağlayırlar, tuturlar ətəyindən. İmam Hüseyn əleyhissalam orada bir dənə söz deyir Həzrət Əli Əkbər ağa üçün. Uşaqlar buraxmır. Deyirdi ki, o Allahın zatında qərq olub. Qoyun getsin. Yəni onun artıq taqəti yoxdur burada qalmağa. O istəyir ev Allaha çatsın. Onun ruhu pərvaz eləyir. Allah üçün can atır. Onları insan öz vətənindən ayrı düşər, öz istəklisindən ayrı düşər. Ora qayıtmaq istəyəndə cismindən əvvəl ürəyi uçub gedər ora. Ruhu uçub gedər ki, tez çatsın. İmam Hüseyn əleyhissalam Əli Əkbər ağa üçün deyir ki, əl çəkin, buraxın onu. O Allahın zatında qərq olub. O darıxır, ruh darıxır ora üçün. Allaha çatmaq istəyir. Bu ariflər bu şəkildə idi və deyir, mən Aşura ziyarəti ilə tövhid məqamına gedib çatmışam, tövhid məqamını dərk eləmişəm. Müfəssəl gəlir, müfəzzəl. Gəlir İmam Sadiq əleyhissalamın yanına, İmam Sadiq əleyhissalam deyir ki, istəyirsən ki, müfəssəl, istəyirsən ki, mələklərlə görüşəsən? Deyir, bəli ağa,
deyir, cümə gecəsi Hüseyni ziyarət elə. Deyir, istəyirsən bütün peyğəmbərlərlə əl verib görüşəsən? Deyir ki, bəli. Deyir, cümə gecəsi Hüseyni ziyarət elə. Deyir, istəyirsənsə Əli və övladı Əli ilə əl verib görüşəsən? Deyir, bəli, ağa. Deyir, onda cümə gecəsi Hüseyni ziyarət elə. Hüseyni ziyarət elə. Deyir, Həzrəti İmam Sadiq əleyhissalam biraz dayandı, Müfəzzəl dedi ki, başa düşdüm ki, vacib bir dənə söz deyəcək. Qayıtdı dedi ki, istəyirsən ki, Müfəssəl, istəyirsən Allahla görüşəsən? Deyir, dedim, bəli, ağa, kim istəməz ki? Nəam. Dedi, cümə gecəsi cəddim Hüseyni ziyarət elə. Sonra dedi ki, mən zarəl Hüseyn bi Kərbəla kəmən zarallah fi ərşih. Kim Hüseyni Kərbəlada ziyarət eləsə, elə bil ərşində Allahı ziyarət eləyib. Bu məsələyə səthi baxan insanlar var. Danışanda dillərə danışır da, nə danışır bu? Naqis düşüncəli olan adamlar var. Dərhal deyir ki, şirk eləyirlər, şirk danışırsınız. Hüseyni Allah elədi bunlar. Başa düşmür ki, deyir, yəni Allaha aparıb əlüvi İmam Hüseyin əleyhissalam bağlayır, səni aparır, çatdırır Allaha. Bunu demək istəyir. Aparır Allaha doğru səni. Hüseyni ziyarət eləyən Allahı ziyarət eləyib. Yəni nə? Yəni Hüseyin səni sürətlə Allaha qovuşdurur. Gedib çatırsan Allaha. Sən Kərbəlada və yaxud da ona salam verməkdə bir hal keçirdirsən ki, mənəvi olaraq. Özün bilmirsən o halı. O hal Allahla qovuşmaq halıdır. Kərbəlada olduğun hal və yaxud da ziyarətnamədə tutduğun hal var ha. O hal Allahla qovuşmaq halıdır. Biz onu sadəcə hiss edə bilmirik. Tuta bilmirik onu. Allahla görüş halıdır. Dünyadaykən sənin Allahla görüşmə halın onun ziyarətidir. Bir salamla da olsa. Ona görə də gəlin adət eləyək. Hər cümə gecəsi, yəni cümə axşamı günü, yəni 4-cü gün axşam, şam xiftədən sonra 5-ci günə keçən gecə, üzü qibliyə deyir, dayanın, ən azı bu salamı deyin. Deyin ki, Esselamu aleyk ya Əba Abdillah. Esselamu aleyk və aləl ərvahilləti həllət bifinaik. Ən azı deyir, bu salamı deyin. Bu iki salamı deyin. Ən azı həftədə bir dəfə deyir. İmkanınız olduqca cümə gecəsi hər həftə Aşura ziyarətini oxuyun. Heç bir çətinliyi yoxdur. Çox sadadır, amma çox yerlərə insanı aparıb çatdırır. Bu tarixə hakim olan, yaradılışa hakim olan bir gəmidir. İnsanı sürətlə məqsədə doğru aparır. Nə qədər qəflətə düşürük biz il ərzində? Nə qədər bizim beynimizi zəhərləyirlər il ərzində? Gəlir bu 10 gün gəlir, bizi təmizləyir, paklayır. Birbaşa qəsdlə gəlir bu 10 gün. Məqsədli şəkildə gəlir, bizim ruhumuzu yuyur, təmizləyir və gedir. Heç bir şeyin bu qədər təmizləmə gücü yoxdur. Bu məclislərdə iştirak edən insanlar çox nuranidir. İştirak edirsiniz, çox nuranisiniz. Çox nuranidir. Mənəvi cəhətdən çox nuranidir. İndi bax, bilin bunu. Siz həyatınızın ən mühüm mərhələsini qət edirsiniz hal-hazırda. Bir yerdə həyatımızın ən dəyərli, ən önəmli mərhələsini qət edirik burada. Bu 10 gündən sonra diqqətli olmaq lazımdır. O nuraniyyəti qoruyub saxlamaq lazımdır. İmam Hüseynin özündən istəyin ki, bu nuraniyyəti əlimizdən almasın. Bir alimin sözüdür bu. Deyir ki, mənim etiqadım budur. Harda Hüseyin yad edilirsə, harda olursa olsun, İmam Hüseyin əleyhissalam yad edilirsə, onun müsibəti zikr olunursa, İmam Hüseynin hərəmi hökmündədir. Hərəmi hökmündədir. Yəni, indi bax Kərbələdasınız, Kərbəlada oturmuşsunuz.
Yəni ora daxil olanda elə bil ki, hərəmə gəlmisən. Niyə görə deyirlər ki, İmam Hüseyn məclisində ədəbli olun, ədəblə oturun. Orada olan məsələlər var, onlara diqqət edin. Çünki siz adi məclisdə deyilsiniz. Sahibə zaman məscidin bir qırağa. Siz Kərbəladasınız, sanki İmam Hüseyn əleyhissalamın hərəminin kənarındasınız. Alimlərdən biri deyirdi ki, hər müsibət məclisi bir Kərbəla ziyarətidir. Bir fikir də versiniz, deyirlər ki, eyni fəza yaranır. Kərbəlada olanlar bilər. Kərbəlanın fəzası gəlir məclislə oxşar olur. Çünki hər ikisi birdir. Bunlar hamısı Allahın sübutudur, bunlar hamısı haqqın həqiqətidir, bu haldır. Bunu ki, dəyişmək olmur. Girirsən, görürsən Kərbəlanın ətri gəlir məclisdən. İmam Hüseyn məclisində Kərbəla ətri hiss edir, bir də görürsən insanlar. Olub, çox olub. Olanlar deyir ki, burnuma qəribə hərəmin iyi dəydi nəsə. Dəfələr nə olur, mən şahid olmuşam şəxsən. Çünki insanlar o halı keçirdirlər. Ondan sonra deyir ki, orada mələklər hazırdılar. O məclislərdə mələklər hazırdılar. Necə ki, hərəmdə mələklər var, o məclisdə də mələklər hazır. Eləcə də məclisində var. Deyir, orada mələklər hazırdılar. Nə dua olsa qəbuldur. Nə dua olsa qəbuldur. Bir hədis var. Hədis bundan ibarətdir. Deyir, Aşura günü axşamüstü iblis narahat olur. İblis Aşura günü axşamüstü narahat olur. Hədisdir bu. Deyir, ətrafındakılar bir sual verirlər ona. Soruşdu ki, niyə görə narahatsan? Dedi ki, mən böyük səhv elədim. Dedilər, nə səhv elədin? Bu boyda cəmaatı ən fəzilətli insanın əllərini batırmısan o fəzilətli insanın qanına. Sən gör, necə eləmişsən? İnsanların əlini Hüseynin qanına batırdın. Cəhənnəmin lap ağır əzabına düçar elədin onları. Deyir, düzdür. Amma kaş mən bu insanları vadar eləməzdim o işə. Hüseyni öldürməyəydilər kaş. Qəribə qalırlar bura. Deyir, bir şeydən qəflət elədim. Bir şeyə fikir vermədim ki, onun qətli ilə Allahın heç vaxt açılmayan xüsusi rəhməti açıldı. Heç zaman açılmazdı o rəhmət qapısı. Amma Hüseynin dünyasını şəhid olması ilə o rəhmət qapısını açdım mən. Qəflətdə oldum, bilmədim. Bəndələrin üzünə açıldı o qapı. Xüsusi bir rəhmət açıldı ki, indi qiyamətəycən, diqqət edin, qiyamətəycən hamı o qapıdan bəhrələnəcək, o rəhmətdən bəhrələnəcək. O öldürülməsəydi, bu rəhmət bağlı idi. Onun ölümü ilə bu qapı açıldı. Gəlin bu məclisi də Kərbəla ziyarətinə çevirək. İnkisarən fi vəchi bir yerdə yazıb ki, deyir, Hüseyn üzündə sınıqma, sınıqlıq əlaməti görüldü Hüseyn üzündə. Nə zaman hiss olundu? Hüseyn əleyhissalam nə vaxt sınıqdı? Deyir, o zaman idi ki, Əbəlfəzin cənazəsini yanından qaydırdı İmam Hüseyn əleyhissalam. Tarix belə yazır, deyir, İnkisaran fi vəchi, üzündə deyir, hiss olunurdu ki, böyük itki verib ağa, böyük itki verib, çox böyük. Ona qədər, bu qədər üzündə o əlamət olmamışdı. Aşura günü gəldi birbaşa, o qədər ağır idi bu xəbəri vermək, Həzrət Əbəlfəz ağanın şəhid olma xəbərini, o qədər çətin idi, çox çətin idi. Əbəlfəz müsibəti sıradan bir şey deyildi. Gəldi, bir cürət eləmədi ki, dilinə gətirsin ki, Həzrət Əbəlfəz ağanı öldürdülər, şəhid elədilər. Bu sözü demək çox ağır idi İmam Hüseyn əleyhissalama. Eşitmək də ağır idi. Ona görə deyir, bunu hərəkəti ilə izah elədi İmam Hüseyn əleyhissalam. Bunu davranışı ilə izah elədi. Getdi, deyir, xeyməsinə, bir dənə şəhidin xeyməsinə girib bu hərəkət eləməyib.
Deyir, girdi xeymənin içərisinə, xeymənin sütunu yatızdırdı. Yəni, sahibi xeymə dahi həyatda yoxdur. Qadınlara bu cür başa saldı. Deyir, Zeynəb onda belə dedi, vay əsirlik əlindən, Əbəlfəz getdisə biz əsir olacağıq. Əsir olmağımız qətidir. Deyir, Əbəlfəzdən sonra Hüseyin əleyhissalam müvazinətini itirdi. Deyir, gəldi meydana dayandı, fənada nida eləyir. Hər tərəfə baxır, gözü adam axtarır. Sağa baxır, boşdur, sola baxır, boşdur. Arxaya baxır, boşdur, qabağa baxır, boşdur. Fənada ya Müslim İbni Əqil nida eləyir. Ey Müslim İbni Əqil, ya Hani İbni Ürvə, ya Züheyr, ey Hani, ey Müslim, ey Züheyr. Bir-bir səhabələri çağırır. Qumu ən ya nəvməkum, qalxın yuxumuzdan, ayağa qalxın, oyanın. Görmürsünüz ki, mən tək qalmışam. Durun, mənə kömək eləyin. Mən əsir qalmışam bu namərd düşmənin əlində. Qadınlar əsir qalıb. Səs gəlmədi. Elə bil burada İmam Hüseyin əleyhissalam özü özünə rozə oxuyur. Özü özünə ağladı. Öz əzadarı oldu. Belə dedi. Ənə unadikum və la tucibun. Mən sizi çağırıram. Siz cavab vermirsiniz. Axı siz belə vəfasız deyildiniz. Mən Hüseyin meydanda tək qalmışam. Necə olur mən çağırım, siz cavab verməyəsiniz? Mənim sözümə etina eləmirsiniz. Sonra şəhid olur İmam Hüseyin əleyhissalam. Deyir, İmam Hüseyin əleyhissalam şəhid olanda təbil çalırdı o qarşı tərəf, məlunlar. Təbil çalırdılar. Dedilər ki, Qutiləl Hüseyin, Qutiləl Hüseyin, Hüseyin öldürüldü. Deyib, bəzi səhabələr var idi ki, hələ canları bədənində idi, sağ idi. Yazırlar ki, bu sözdən sonra biri ayıldı. Yanında qılınc var idi, götürdü, əlinə dedi, mən hələ ölməmişəm, Hüseyin sağdır. Yazırlar, vuruşdu, o da dünyasını dəyişdi. Onlardan biri var idi. Bilmirəm, o bu sahabədən əvvəl şəhid oldu ya sonra şəhid oldu. Adı Yaqub idi. Bunu şair nəzmə çəkib. Amma elə bilirdim ki, şairin təxəyyülüdür. Amma tarixə baxanda bu cür bir insan olub həqiqətən də. Yazırlar ki, o Yaqubun anası İmam Hüseyin əleyhissalama çox aşiq idi. Dəhşətli dərəcədə aşiq idi. Deyir, elə deyirdi ki, mənə apar ağam Hüseyni ziyarət edeyim, onu görüm. Deyir, bir günləri Yaqub Küfədə bazarda dolananda eşitdi ki, bir xarici gəlib, onunla müharibəyə gedirlər. Kim gedib onunla döysə, böyük nəmər verəcəklər, pul verəcəklər. Düşünür ki, gedim, döyüşüm, pul alım, anamı aparım, İmam Hüseyni ziyarət edər. Amma bilmir ki, elə İmam Hüseynlə döyüşə gedir. Deyir, yazırlar ki, getdi. Qılınc aldı, qalxan aldı, gəldi Kərbəla. O gün gəldi, çatdı ki, ta Aşura günü idi. Gəlir, Ömər Sədin yanına gəlir, çatdırır. Deyir ki, mən qənimət əldə eləməyə gəlmişdim. Deyirsən, gedişmə. Deyir, yox, gedişməmişsən, tam vaxtında gəlmişsən. Görürsən, o çuxur yerdə bir yaralı var. Ged onun başını kəs gətir, sənə ən qənimətlərin ən yaxşısı düşəcək. Şair belə yazır, deyir, əldə xəncərlə bir qodalə yetişdi nigaran, gördü bir yarəlidir, sinəsi peykan dolusu. İki ziba gözünün kasələri qan dolusu. Gördü bir dənə yaralıdır, yatıb. Tir xəncər əlinə vermiş əcəl naməsini, dağıdıb nizələr əynində olan caməsini, tazə yaquti edib qan yaşıl əmmaməsini. Deyir, öz-özünə baxır, deyir, ilahi, bu nə gözəl surətdə adamdır. Yaqub deyir İmam Hüseyin əleyhissalam üçün. Tanımır, bilmir kimdir. Razı həqqin əcəba bəndə-i ziba təri var, bu gözəl qamətə səd heyf ola qam bəstəri var, surətindən ki, Hicaz əhlinə çox bənzəri var. Deyir, baxır, öz-özünə fikirləşir ki, ilahi bu kimdir? Hicaz əhlinə oxşayır bu. Mənə isbat deyil, bu yarəli mücrimdir, gözün açsaydı, danışsaydı, bilərdim kimdir. Deyir, xəncər əlində dayanıb, yazır, şair yazır ki,
Gördü mehmanini avara rəisüs səqələyn. Cəhdi Peyğəmbər öpər gözlərini açdı Hüseyn. Gördü qonağı avara qalıb. Tanımaq istəyir, tanıya bilmir. Gördü mehmanini avara rəisüs səqələyn. Cəhdi Peyğəmbər öpən gözlərini açdı Hüseyn. Bir gözün açdı, baxdı, adın dedi. Dedi, Yaqub, gəlibsən başımı kəsməyə, zib elə, kəs başımı, fikr eləmə, mane olum, feylüvə mən. Başımı kəs, sözüm yoxdur. Amma bir dənə xahişim var səndən. Başımı kəsəndən sonra başımı İbn Ziyada, İbn Sədə aparıb verməginən. Apar Anuva ver. Zib elə, fikr eləmə, mane olum, feylüvə mən. Mən mane olmuram. Amma apar ver Anuva, sənin gözləyənin var, müntəzirin var. Bir çaşır qalır, ağa sən kimsən, adını bilirsən, hardan bilirsən, niyə görə belə deyirsən, yazır. Tez qayıt, get, müntəzirin var, edir əs-saət dua, İbn Sədə başımı vermə, apar ver Anuva. Deyir, baxır, deyir, ağa, sən kimsən ki, mənim adımı dedin, anamın xatirinə bura gəlmişəm, bunu hardan bildin? Danışır, şair yazır bunu. Deyir, getməyin Yəsribə təğyiri məkan etdi Hüseyn. Deyir, get Anuva dinən ki, getməyin Mədiniyə. Deyir, getməyin Yəsribə təğyiri məkan etdi Hüseyn. İtrətin çöllərə saldı, nigaran etdi Hüseyn. Anası Fatimənin bağrını qan etdi Hüseyn. Get Anuva dinən ki, dedi, ağa sən kimsən? Adımı deməmiş, adımı bildin, anama salam göndərdin, sən kimsən? Baxır, deyir ki, Yaqub, o Hüseyn ki tökülür, zülm ilə qani, o mənəm. Adı olmuş anuvun virdi zəbani, o mənəm. Gecə gündüz anuvun dilinin əzbəri var idi, adı dilində, o mənəm. Dedi, sənsən ağa, ay sənə mənim gözlərim qurban olsun. Nə istəyirsən, dur, otur. İncidir hansı yaron, qoy ona dərman eləyim. Yaralarını göstər, dərman edim. Mən tanımamışam səni, deyir, baxdı, bunu yazır. İmam Hüseyin sana cavab verir. Deyir, öldürüb fikr eləmə, tək məni xəncər yarası. Öldürübdür məni çoxdan Əli Əkbər yarası. Xəncər yarası ki, mənə heç nə eləməyib. Məni çoxdan öldürüb Əli Əkbər yarası. Deyir, Yaqub başa düşür ki, bu Həzrət İmam Hüseyin əleyhissalamdır. Yazırlar ki, orada vuruşur və sonra şəhid olur o da. Ələ la'nətullah aləl qavmiz zalimin və səya'ləmullezina zələmu əyyəmun qələmin yənqəlibun salavat zikr eləyək. Allahumma